Salam dəyərli kanal izləyicilərimiz, dəyərli gənclər. Bugün çevrə və dairə mövzusuna baxacağıq. Birinci sual belədir. Uyğunluğu 24 pi olan çevrənin radiusunu tapın. Biz bilirik ki, çevrənin uzunluğu S bərabərdir 2 pi r düsturu ilə tapılır. Buradan uzunluğumuz 24 pidir, yəni 2 pi r bərabərdir 24 piyə. Pilər ixtisar gedir. 2r 24-dür. R nəyə bərabərdir? 12. Birinci sualın həllinə baxırıq. Düzgün cavab olacaq Y variantı. İkinci suala keçid alırıq. Uzunluğu 18 pi olan çevrənin diametrini tapın. Biz bilirik ki, çevrənin uzunluğu həm də pi-d düsturu ilə tapılır. Bu da bərabərdir 18 piyə. Buradan diametrin 18 olduğunu deyə bilərik. Deməli, ikinci suala düzgün cavab C variantıdır. Üçüncü suala keçid alırıq. Diametri 8 olan çevrənin uzunluğunu tapın deyir. Təbii ki, diametri 8 olan çevrənin uzunluğu 8 pi olacaq. Çünki pi-d düsturuna əsasən o da olacaq 8 pi. Dördüncü sual şifahi sualdır. Radiusu olan çevrənin uzunluğu hansı düsturla hesablanır? Təbii ki, S bərabərdir 2 pi r düsturu. Yəni düzgün cavab Y variantıdır. Beşinci suala diametri D olan çevrənin uzunluğunu hansı düsturla hesablamaq olar? Təbii ki, pi-d düsturu ilə. Burada düzgün cavab A variantı olacaq. Altıncı suala keçid alırıq. Mərkəzi O nöqtəsində olan çevrədə BAC 15 dərəcədir. Baxın, bu hissə 15 dərəcədir gənclər. Yaxşı. Bura 15 dərəcədirsə, deməli bu qövs 30 dərəcədir. Nəyə görə? Çünki biz bilirik ki, bu daxil çəkilmiş bucaqdır BAC. Deməli, onun söykənli qövs 30 dərəcədir. Mərkəzi bucaqda söykənli qövsün dərəcə ölçüsünə bərabərdir. Deməli, bura neçə olacaq? Burada 30 dərəcə olacaq. Bizdən BOC-ni soruşurdu. BOC bucağı 30 dərəcə olduğunu tapdıq. 7-ci suala keçid alırıq. Mərkəzi O nöqtəsi olan çevrədə bucaq A 35 dərəcədir. Yaxşı, bucaq A 35 dərəcədirsə gənclər, yəni mən bura 35 dərəcə yaza bilərəm. Bura 35 dərəcədirsə bu qövs 70 dərəcədir. Bu qövs 70 isə deməli mərkəzi bucaq da 70 dərəcədir. Düzgün cavab olacaq D variantı. 8-ci suala baxırıq. Çevrə daxilinə çəkilmiş 4 bucaqlının 2 qarşı bucağı. Yəni çevrənin daxilinə ixtiyari bir 4 bucaqlı çəkirik gənclər. Yaxşı, bu 4 bucaqlının 2 daxili bucağı, 2 qarşı bucağı 5-in 7-yədir. Yəni 5K buradır, 7K da buradır. Biz bilirik ki, əgər çevrənin daxilinə 4 bucağı çəkilibsə və yaxud da 4 bucaqlının xaricinə çevrə çəkilibsə, onun qarşı bucaqlarının cəmi 180 dərəcədir. Yəni mən buradan yaza bilərəm ki, 5K üstəgəl 7K 180-dir. 5K üzərinə gəlinsin 7K bərabərdir 180 dərəcə. Buradan K nəyə bərabərdir? 15-ə. K-mızın 15 olduğu məlumdursa, 5K, yəni olacaq 5 vur 15, neçə olacaq? 75 dərəcə. 7K da olacaq 7 vur 15, 105 dərəcə. Yəni 75 və 105 dərəcə olduğunu tapmış oluruq. 9-cu sual alternativ sualdır. Deməli, 2 qarşı bucağı 4/5 nisbətindədir. Deməli, 4K üstəgəl 5K bərabərdir 180-ə. K nəyə bərabərdir gənclər? 20 dərəcə. Buradan 4 vur 20, 80, 5 vur 20, 100. Deməli, bucaqlar 80 və 100 dərəcə olduğunu tapdıq. Deməli, gənclər, 10 nömrəli suala baxırıq. Radiusu 28 sm olan çevrənin mərkəzindən, yaxşı, mərkəzindən 16 sm məsafədəki nöqtədən. Deməli, bu bunun radiusudur da, düzdür, radius 28-dir. Bunun mərkəzindən, gənclər, mərkəzindən fikir verin, 16 sm məsafədə, harca bura qədər, yəni mərkəzdən bura qədər 16-dırsa, buradan bura nə olacaq? 12. Bu nöqtəyə mən bir A nöqtəsi deyirəm. Deyir, buradan A nöqtəsindən çevrənin nöqtələrinə qədər olan ən böyük məsafə. Buradan A nöqtəsindən çevrənin nöqtələrinə ən böyük məsafə bu məsafədir. Yəni, buradan bura qədər məsafədir. Gördünüz, bu qırmızı. 16 buradırsa, bura mərkəzdir, düzdür. Radius 28-dirsə, gənclər, buradan yəni O nöqtəsindən B-yə qədər də 28-dir. Bizə AB məsafəsi lazımdır. Gördüyünüz kimi AB məsafəsi nəyə bərabərdir? AB bərabərdir 16 üstəgəl 28. Yəni, 44 sm olduğunu tapmış oluruq. 11-ci suala keçid alırıq gənclər. Diametri 9 sm olan çevrənin radiusunu tapın deyir. Təbii ki, diametri 9 sm olan çevrənin radiusu 4,5 sm olacaqdır. 12-ci suala baxın. 12-ci suala deməli, bir dənə çevrə çəkirik gənclər. Və bu çevrənin deməli 120 dərəcəli mərkəzi bucağına uyğun olan qövsün dərəcə ölçüsünü deyir, tapın. Radius 6-dır. Burada 2 yol var. Ya qövsün uzunluğu tapılması düsturundan istifadə etməliyik. Pi r alfa bölü 180 dərəcə. Burada alfa mərkəzi bucağının dərəcə ölçüsü, r radiusdur. L də qövsün uzunluğudur. Və yaxud da
Radiusu 6 sm olan çevrənin uzunluğu nəyə bərabərdir? Biz bilirik ki, radiusu 6 sm olan çevrənin uzunluğu 12 pidir. Yaxşı. Yəni 360 dərəcəli qövsə uzunluq 12 pidirsə, 120 dərəcəli qövsə neçədir? X-dir. Buradan x-in 360, 120 almaq üçün 3 dəfə kiçilib, yəni 3-ə bölünməsindən alınır. 12 də 3-ə bölündə alınacaq nə? 4pi. Və yaxud çarpaz vurub da x-in 4pi olduğunu tapa bilərsiniz. Düzgün cavab olacaq A variantı. 13-cü sual keçid alırıq. Radius 18 sm olan və çevrənin 60 dərəcəli mərkəzi bucağına uyğun olan qövsün uzunluğunu hesablayın deyir. Burada da biz yenə radius 18 isə çevrənin uzunluğu nə qədərdir? 36 pidir. Düzdürmü? Yaxşı. 360 dərəcəli tam çevrə qövsü 36 pidirsə, 60 dərəcə x-dir. Buradan x-i tapırıq ki, 6 pidir. Çarpaz vurma ilə tapa bilərsiniz. Və yaxud 360-ı 6-ya böləndə 60 eləyir. 36 pini 6-ya böləndə 6 pi eləyəcəkdir. Düzgün cavab olacaq B variantı. 14-cü suala keçid alırıq gənclər. 14-cü sualda nədir məsələ? Deyir, mərkəzi O nöqtəsində olan çevrədə AO AB-yə bərabərdir. Yaxşı. AO AB-yə bərabərdir. OB də OA-ya bərabərdir. Nəyə görə? Çünki bu da radiusdur. Yəni OA da radiusdur. OB də radiusdur. Onda burada bərabər tərəfli üçbucaq əmələ gəlir. Bərabər tərəfli üçbucağın daxili bucaqları neçə dərəcədir? 60 dərəcədir. Deməli AOB olacaq 60 dərəcə. 15-ci sualda deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə bucağı 60 dərəcədir. AO 5 sm-dir. Yaxşı, AO 5-dirsə, OB də 5-dir. Onda bərabər hansı bucaq olduğuna görə bucağa bucaq B-yə bərabərdir. Bucaq B də 60 dərəcədir. Avtomatik bucaq B 60, bucaq 60. Deməli, bucaq O da 60 dərəcədir. Onda AB də 5 olacaq. Çünki bərabər tərəfli üçbucaq əmələ gəlir. Buradan düzgün cavab olacaq A variantı. 16-cı suala keçid alırıq. 16-cı suala deyir ki, baxın, bu bucaq 70 dərəcədir. Fikir verirsiniz, beta bucağını soruşur. Fikir verirsiniz, bu 70 dərəcəli bucaqda bu qövsə söykənib. Fikir verirsiniz. Beta bucağı da bu qövsə söykənib. Eyni qövsə söykənən 2 dənə daxilə çəkmiş bucaqdır. Bunlar bir-birinə nə olacaq? Bərabər olacaq. Ona görə beta da 70 dərəcə olur. 17-ci suala keçid alırıq gənclər. Deməli, burada kəsişən iki vətərin xassəsindən istifadə edəcəyik. Biz bilirik ki, kəsişən iki vətərin bölündüyü hissələrin asili bir-birinə bərabərdir. Yəni, AK vur KB bərabərdir SK vurulsun KD-yə. Burada AK 3-dür. KB 4-dür, SK 6-dır, KD X-dir. Buradan biz yaza bilərik ki, 6 vur X bərabərdir, 3 vur 4-ə. X buradan nəyə bərabər olacaq gənclər? 2-yə. Deməli, bizim CD-ni soruşurdu. CD olacaq 8 cm. Nəyə görə? Çünki SK 6-dır, KD 2-dir. 6 ilə 2-ni toplasaq 8 edir. 18-ci suala keçid alırıq. Gördüyünüz kimi AK KB-yə bərabərdir, o da 2-dir. Yəni AK-yə də 2 yazırıq, KB-yə də 2 yazırıq. KD 1-dir gənclər, SK onda X-dir. Onda mən yazacağam ki, X vur 1 bərabərdir 2 vur 2-yə, X buradan 1-dir. 4-dür, üzr istəyirəm. X-imiz 4-dür. Deməli, CD-ni istəyir bizdən, CD olacaq 5 cm. Nəyə görə? Çünki bu hissə 4, o KD də 1-dir, cəm eləyəcək 5 cm. 19-cu suala keçid alırıq. Çevrənin diametri 13-dür. Baxın, burada daxil çəkmiş 90 dərəcə, bucaq 90 dərəcədirsə, deməli, bura diametrdir, yəni BC diametridir. Çünki biz demişdik ki, diametrə söykənən daxil çəkmiş bucaq 90 dərəcədir. AB 5-dir, yaxşı, bura 5 deyirəm. Diametri 13-dür. Onda Pifaqor teoremi tətbiq eləsək, 13-ün kvadratı çıxılsın, 5-in kvadratı eləyir 12-nin kvadratı. Yəni, AC nəyə bərabərdir? 12-yə bərabərdir. 20-ci suala keçid alırıq. Yenə 19-cu sualdakı kimidir bu sualda. Deməli, burada biz B ilə C nöqtələrini birləşdirsək, gənclər. Burada diametri alınır. Hipotenuzdur bu da. Deməli, diametri 25-dir, yəni hipotenuz 25-dir. Bucağı 90-dır. AC 15-dir. Pifaqor teoremi tətbiq eləsək, 25-in kvadratından çıxanda 15-in kvadratına. Qalır 625 çıx 225, 400. Deməli, x kvadratı 400 isə x nəyə bərabərdir? 20-yə bərabərdir. Deməli, AB tərəfi 20-dir. 21-ci suala baxırıq. Deməli, BAC bucağı 40 dərəcədir. Bura 40 dərəcədirsə, deməli, bunun söykəndiyi qövs 80 dərəcə olacaq. Çünki daxil çəkmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. 22-ci suala baxırıq. Çevrənin deməli, diametrindən 2 dəfə kiçik olan vətər. Yaxşı, bu vətər deməli, radiusa bərabər. Diametrindən 2 dəfə kiçik demək, radiusa bərabər deməkdir.
Bunun da uclarını birləşdirsəm, burada da radius, burada radiusa bərabər idi. Bərabər tərəf 3 bucaq alınır. Yəni, minor qövsün dərəcə ölçüsü deyəndə bunun bütün daxili bucaqlar 60 dərəcədir deyə. Bu 60 dərəcəli bucağın söykənliyi, bu minor qövs də 60 dərəcə olacaq. Çünki mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Deməli, düzgün cavab olacaq D variantı. 23-cü suala keçid alırıq. Mərkəzi O nöqtəsi olan çevrədə MNO 15-dir, KNO 25-dir, MOK-nı tap deyir. Bu bucaq, gənclər, 40 dərəcədir. Yəni, bura 40 dərəcədirsə, daxil çəkmiş bucaq 40 dərəcədir. Eyni qövs söykənini daxil çəkmiş və mərkəzi bucaqdır. Daxil çəkmiş 40-dırsa, mərkəzi onun 2 qatı olacaq, yəni 80 dərəcə olacaq. Bunu necə tapırıq? Daxil çəkmiş bucaq 40 dərəcədirsə, onun söykəndiyi qövs 80-dir. Mərkəzi bucaq da söykəndiyi qövsə bərabərdir. Ona görə 80 dərəcə olduğunu tapa bilirik. 24-cü suala baxırıq. Radiusları 18 və 10 sm olan iki çevrə xaricdən toxunur. Xaricdən toxunan iki çevrənin mərkəzlər arasındakı məsafə onların radiusları cəminə, daxildən toxunan iki çevrənin mərkəzlər arasındakı məsafə isə onların radiusları fərqinə bərabərdir. Burada iki çevrə xaricdən toxunur deyə birinin radiusu 10, birinin radiusu 18-dir. Onların mərkəzlər arasındakı məsafə isə radiusları cəminə, yəni 28-ə bərabərdir. Eynilə 25-ci sualda radiusları 12 və 16 olan iki çevrə xaricdən toxunur. Mərkəzlər arasındakı məsafə olacaq 28 sm. 26-cı suala baxırıq. AMC qövsünün dərəcə ölçüsü 70 dərəcədir. Bura 70 dərəcədirsə, deməli bu bucaq 35 dərəcə olacaq. Çünki daxili çəkmiş bucaq söykəndiyi qövsünün yarısına bərabərdir. 27-ci suala keçid alırıq. BNC qövsünün dərəcə ölçüsü 80-dir. Bu qövs 80-dirsə, deməli bu bucaq 40 dərəcə olacaq. Nəyə görə? Çünki daxili çəkmiş bucaq təbii ki, söykəndiyi qövsün yarısına bərabərdir. Düzgün cavab olacaq C variantı. 28-ci suala keçid alırıq. 28-ci sualda mərkəzi O nöqtəsi olan çevrədə AMB qövsünün dərəcə ölçüsü 40 dərəcədir. Yaxşı, bu qövsün dərəcə ölçüsü 40-dır. ABC bucağını soruşur. Mən buranı birləşdirsəm, bura 90 dərəcə olacaq. Niyə 90 dərəcə olacaq? Çünki BC bizim nəyimizdir? Diametrimizdir. Və diametri söykənən bucaq 90 dərəcədir. Bizdən ABC-ni soruşur. Yaxşı, bu qövs 40 dərəcədirsə, bu bucaq 20-dir. Bu bucaq 20-dirsə, düz bucaqlı bucağın daxili bucaqlar cəmindən buranın 70 dərəcə olduğunu deyə bilərik. Düzgün cavab olacaq C variantı. 29-cu suala baxırıq. Mərkəzi O nöqtəsi olan çevrədə ANC qövsünün dərəcə ölçüsü ANC, bura 86 dərəcədir. Yaxşı. Bizdən hansı bucağı soruşur? BAC-ni. Yaxşı. İkinci bir variant deyirəm bu sualın həllinə. Yəni, yuxarıdakı sualın alternativ sualdır. Biz bilirik ki, diametr çevrə qövsünü 2 bərabər hissəyə ayırır. Yəni, tam çevrə qövsü 360 dərəcədir. 180 ayırır. Deməli, bura 86-dırsa, bura 94 dərəcədir. CB qövsü 94 dərəcədirsə, deməli, bu bucağın dərəcə ölçüsü nə qədər olacaq? Olacaq 94-ün yarısı, yəni 47 dərəcə. Çünki daxil çəkmiş bucaq söykəndiyi qövsünün yarısına bərabərdir. Buradan çıxır. 30-cu suala keçid alaq. Mərkəzi O nöqtəsi olan çevrədə PN vətəri MN diametrinin yarısına bərabərdir. PN MN-in yarısına bərabərdir. Deməli, bura radiusdur. Bu da radiusdur, bu da radiusdur, bu da radiusdur. Hamısı neçə dərəcə olacaq? 60 dərəcə daha doğrusu. Çünki bərabər tərəfli üçbucaqdır. MOP-ni soruşur. Təbii ki, bunlar hamısı 60-60-dırsa, MOP də 60-ın qonşusudur. Neçə olacaq? 120 dərəcə olacaq. Düzgün cavab olacaq A variantı. 31-ci suala keçid alırıq. Mərkəzi O nöqtəsində olan çevrənin radiusu 7-dir. Radius 7-dir, gənclər. Və AMB qövsü 60 dərəcədir. Yaxşı, bura 60-dırsa, deməli, burada 60-dır. Təpə bucağı 60 olan bərabər yanlı üç bucağın oturacağı bitişi bucaqlarda 60-60 olacaq. Nəyə görə? 180 - 60 bölü 2. Deməli, buradan çıxdı ki, bu üç bucaq bərabər tərəfli üç bucaqdır. Hər üç bucaq 60 dərəcədir. Deməli, AB də 7 sm olduğunu tapdıq. 32-ci suala keçid alırıq. Uzunluğu 16 sm olan vətər, yenə vətər çəkirik. Uzunluğu 16 sm-dir. Mərkəzdən nə qədər məsafədədir? Mərkəzdən məsafə deyəndə buradan bura perpendikulyar çəkirik. Deməli, mərkəzdən məsafəsi 6-dır. Biz bilirik ki, mərkəzdən vətərə enilmiş perpendikulyar onu 2 bərabər hissəyə bölür. Deməli, 8 bölü 16-nı. Yaxşı, burada 6-8, 3 bucaq alınır, düz bucaqlı 3 bucaqdır. Hipotenuz neçə olacaq? 10 olacaq. Bu hipotenuz da bizim çevrənin nə idi? Radiusudur. Deməli, radiusumuz neçə santimetr oldu? 10 santimetrə bərabər oldu. 33-cü suala keçid alırıq. Deməli, gördüyünüz kimi 50 dərəcəli bucaq verilib. Bu daxil çəkmiş bucaqdır. Deməli, bunun söykəndiyi qövs, bax, bu qövs. Bu qövs neçə dərəcə olacaq? 100 dərəcə. Tam çevrə qövsü 360 dərəcə. Deməli, yuxarı qövsə nə qədər qalacaq? Bax, bunu gəlin qırmızı ilə işarələyək. Sizə tam şəkildə aydın olsun. Bax, bu qövs var, bax, bu qövs. Bu qövs neçə olacaq?
260 dərəcə. Düzdürmü? Çünki cəmi 360 dərəcədir. Bura nə qalır? Bura qalır 260 dərəcə. Yaxşı. Onda bu alfa bucağının söykənliyi göz 260 dərəcədir. Alfa özü də daxil çəkmiş bucaqdır. Deməli, neçə dərəcəyə bərabər olacaq? 130 dərəcəyə bərabər olacaqdır. Düzgün cavab B variantıdır. 34-cü suala keçid alırıq. Mərkəzi O nöqtəsi olan çevrədə BOC 70-dir. Yaxşı, bura 70 dərəcədir. BAC bucağını istəyir bizdən. Təbii ki, yenə eyni qövsə söykənən, BC qövsə söykənən mərkəzi bucaq və daxili çəkmiş bucaq verilmişdir. Mərkəzi bucaq 70-dirsə, daxili çəkmiş bucaq neçə dərəcə olacaq? 35 dərəcə olduğu məlumdur. Düzgün cavab olacaq C variantı. 35-ci sualda isə mərkəzi O nöqtəsi olan çevrədə BOC 80-dir. Yaxşı, bura 80-dir. BAC-ni istəyir. Təbii ki, BAC 80-in yarısı, yəni 40 dərəcə olur. Düzgün cavab olacaq Y variantı. 36-cı suala keçid alırıq. AB və CD vətərləri Y nöqtəsində kəsişirlər. AND 52 dərəcədir. Bu isə 52 dərəcədir. BMC qövsü isə 68 dərəcədir. Biz bilirik ki, kəsişən iki vətər arasında qalan bucağın dərəcə ölçüsü onun gördüyü qövslərin cəminin yarısına bərabərdir. Yəni 52 üstəyə gəlinsin 68 bölünsün 2. 120 eləyir, 122-yə bölün neçə dərəcə olacaq? 60 dərəcə olacaq. Deməli, bu vətərlər arasında qalan bucaq 60 dərəcə. 37-ci sualda həmçinin eyni tipli sualdır. AC və BD vətərləri Y nöqtəsində kəsişir. Qövs AMB 48 dərəcədir. Bura 48 dərəcədir. CND qövsü 76 dərəcədir. Bizdən DYC bucağını soruşur. Yenə bu bucağın dərəcə ölçüsü gördüyü qövslərin cəminin yarısına bərabərdir. Onda alfa bucağına mən deyirəm 48 üstə gəl 76 bölünsün 2. Bu bizə verir 124. 124-ü 2-yə bölün neçə eləyəcək? 62 dərəcə eləyəcək. Yəni düzgün cavab Y variantıdır. 38-ci sualda isə katetləri 12-16 olan 3 bucaq verilmişdir. Düz bucaq, üst bucaq. Hipotenuz neçə olacaq? 20 olacaq və bunun daxilinə çəkmiş çevrənin radiusudur. Yaxşı. Daxilinə çəkmiş çevrənin radiusunu tapmaq üçün gördüyünüz üzrə Pifaqor teoremindən istifadə elədim. Katetlər 12-16-dırsa hipotenuz 20-dir. Daxil çəkmiş çevrənin radiusu R bərabərdir. A üstə gəl B çıx C bölü 2 düsturu ilə hesablanır. Yəni katetlər cəmi çıx hipotenuz bölü 2 düsturu ilə. Buradan 12 üstə gəl 16 çıx 20 bölü 2 düsturundan istifadə edirik. 28 çıx 20 bölü 2 eləyəcək 4 cm. Deməli, düzgün cavab 38-ci sualda Y variantı. 39-cu suala keçid alırıq. Çevrədə AB diametri CD vətərinə perpendikulyardır. Diametr vətərə perpendikulyardırsa, onu 2 bərabər hissəyə ayırır. Deməli, SKX KDX-dir. AK 8-dir, KB isə 4-dür. Onda biz yaza bilərik ki, kəsişən iki vətərin bölünü hissələrin hasili bir-birinə bərabərdir. Yəni, 8 vur 4 bərabərdir X vur X-ə. X kvadratı 32-dir. X nəyə bərabərdir? Kök 32-yə. Kök 32-nə kök 16 vur, kök 2 şəklində yazsam, onda X bərabər olacaq 4 kök 2-yə. Yəni, düzgün cavabımız olacaq 8 kök 2. Niyə 8 kök 2 gənclər? Çünki X 4 kök 2-dir. Bizim CD vətərimiz 2X-dir. CD 2X-dir. O da bərabər olacaq 2 vur 4 kök 2, yəni 8 kök 2. 40-cı suala keçid alırıq. Deməli, çevrədə AB diametri yenə CD vətərinə perpendikulyardır. MB 5-dir gənclər. Baxın, MB 5-dir. AM 16-dır. Yenə perpendikulyarsa vətəri 2 bərabər hissəyə ayırır. Çünki mərkəzdən vətərə endirilmiş perpendikulyar onu 2 bərabər hissəyə ayırır. Yenə kəsişən iki vətərin bölünlü hissələrinin hasili bərabərdir. Bizim teoremimizdən istifadə edərək yazırıq X vurulsun X bərabərdir 16 vur 5. Buradan X kvadratı bərabər 80-ə, X bərabər kök 80. Yəni 4 kök 5-dir X. X 4 kök 5 isə gənclər bizdən CD-ni istəyir. CD bərabər olacaq 2X-ə, yəni 8 kök 5-ə. Düzgün cavabımız olacaq D variantı. 41-ci suala baxın. Deyir ki, M nöqtəsindən 2 dən kəsən çəkilib çevrəyə MB və MD kəsənləri. Təbii ki, bunlar deməli A, B, C, D nöqtələrində kəsir çevrəni. Yəni MB kəsəni A və B nöqtələrini kəsir. MD kəsəni isə C və D nöqtələrini kəsir. Yaxşı, uzunluqları verib bizə MC 8, MD 16-dır. Biz bilirik ki, bir nöqtədən çıxan iki kəsənin xassəsi nə idi? Kəsənlərin ümumi uzunluqları vurulsun çöldə qalan hissələrə hasilləri bir-birinə bərabərdir. Yəni, düstur şəklində yazsam belə yazaram. Diqqətli baxın. MA vurulsun MB bərabərdir. Yəni, bu kəsənin çöldə qalan hissəsi vurulsun ümumi uzunluğu
bərabər digər kəsənin çöldə qalan hissəsi, yəni MC vurulsun ümumi uzunluğu MD. Yerinə qoyub yazsam, MA x-dir. MB x plus 7-dir. MC 8-dir, MD də 16-dır. Yaxşı. Buradan x-ə mən nə versəm, deməli 8 vur 16 alaram. 8 vur 16 neçə edir gənclər? Kvadrat tənliyə gətirmək istəmirəm ki, ağır olmasın. Çox üzr istəyirəm. Burada MD 18-dir. Mən bura 8 yazmışam. Bura 10-dur deməli. Cəmi 18-dir deyə bura 10 qalır. Deməli, onda mən yazdım 8 vurulsun 18. Aha, indi alınacaq. Deməli, x-in yerinə nə qoyacam gənclər? Kvadrat tənliyə gətirmirəm. X bərabər olur 9-a. Niyə 9-a bərabər olur? Çünki x yerinə 9 qoyana 9 vur 16 144 eləyir. 8 vur 18 də 144 eləyir. X-imiz 9-dur. Bizdən MB-ni soruşur. MB deməli 9 üstə gəl 7, yəni 16 cm olduğunu tapırıq. 42-ci suala keçid alırıq gənclər. Burada isə toxunanla kəsən arasında əlaqə düsturudur. Deməli, çevrəni xaricə götürmüş nöqtədən bu çevrəyə toxunan və kəsən parçalar çəkilmişdir. Bir toxunan, bir kəsən çəkirəm. Deməli, toxunan və kəsən çəkdim bura. Bu AB toxunandır. BD kəsəndir. Toxunan parçanın uzunluğu 8-dir. Toxunan 8-dir. Kəsənin çevrə daxilində qalan hissəsi 12-dir. Kəsən parçanın uzunluğu istəyir. Xarici hissəndə verilib x-dir. Biz bilirik ki, toxunanın kvadratı kəsənlə kəsənin xarici hissəsi arasında bərabərdir. Yəni, düstur şəklində yazsaq, AB-nin kvadratı bərabərdir. BC vurulsun BD-yə. Buradan 8-in kvadratı bərabərdir. X vurulsun x üstə gəl 12. Yəni, 64 bərabərdir. X vur x plus 12. X-in buradan 4 olduğunu tapırıq. Deməli, kəsənin uzunluğu x plus 12, yəni 4 plus 12, 16-dır. Bizdən kəsənin uzunluğunu soruşurdu. Kəsənin uzunluğunun 16 cm olduğunu tapdıq. 43-cü sualda isə mərkəzi O nöqtəsi olan çevrədə bucaq A 46 dərəcədir. Yəni, buranın 46 dərəcə olduğunu bilirik. Qövs AMB. Qövs AMB bir dərəcə ölçüsündə. Yaxşı, bura 46 dərəcədirsə gənclər. Bura 90 dərəcədir. Nəyə görə? Çünki diametri söykənən dağa çəkmiş bucaq 90 dərəcədir. Onda bura qalır 44 dərəcə. Bura 44 isə AMB daxil çəkmiş bucaqdan 2 dəfə böyükdür. Yəni, daxil çəkmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Onda AMB olacaq 44 vur 2, yəni 88 dərəcə. Düzgün cavab olacaq A variantı. 4-cü suala baxırıq gənclər. Tərəfi kök 3 olan düzgün üç bucağın daxilə çəkmiş çevrənin uzunluğunu tapın deyir. Birinci biz baxmalıyıq tərəf kök 3-dür. Demək, üç bucağın daxilə çevrə çəkilibsə, bərabər tərəfi üç bucağın daxilə çəkmiş çevrənin radiusu R bərabərdir. A kök 3 bölünsün 6-dır. Yaxşı, onda biz A-nın yerinə kök 3 qoysaq, olacaq kök 3 vurulsun, kök 3 bölünsün 6. Bu da bizə verəcək 2-də 1-i. Deməli, radiusumuz 2-də 1-dir. Çevrənin uzunluğu S bərabərdir 2pi R düsturu ilə tapılır. O da olacaq 2pi vurulsun 2-də 1, yəni pi. Düzgün cavabımız olacaq A variantı. 45-ci suala keçid alırıq. Perimetri 3 kök 3 olan düzgün üçbucaq. Perimetri 3 kök 3 olan düzgün üçbucağın tərəfi A bərabər kök 3-dür. Üçbucağın xarici çəkmiş çevrənin radiusu A kök 3 böl 3 düsturu ilə tapılır. Onda A-nın yerinə mən kök 3 qoyuram. Kök 3 vurulsun, kök 3 bölünsün 3. Bizə verəcək 1-i. 46-cı suala keçid alaq. Radiusu 2 kök 3 olan çevrənin daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın perimetrini tapın. Çevrənin daxilinə çəkilibsə, deməli üçbucağın xaricinə çəkilib. Diqqətli olun. Deyir ki, çevrənin daxilinə, bax fikir verin. Çevrənin daxilinə bərabər tərəfli üçbucaq çəkilib. Deməli, üçbucağın xaricinə çəkilib. Deməli, böyük R, yəni üçbucağın xarici çəkilmiş çevrənin radiusunu biz böyük yerlə, daxilin çəkilmiş çevrənin radiusunu isə kiçik yerlə qeyd eləmişik. Ona görə 46-cı sualda böyük R bərabər 2 kök 3 yazırıq. Bizdə indi düsturdan istifadə edəcəyik. Böyük yer nəyə bərabərdir? A kök 3 bölünsün 6-ya. O da bərabərdir 2 kök 3-ə. Buradan kök 3-ləri ixtisara apara bilərəm. A-mız nəyə bərabər olacaq? 12-yə. A 12-dirsə bizim perimetrimiz olacaq 12 vur 3, yəni 36. 47-ci suala keçid alırıq. Mərkəzi O nöqtəsində olan çevrədə AB, AC vətərləri çəkilmişdir. AB AC-yə bərabərdir. Yaxşı. Vətərlər bərabərdirsə, onların söykəndiyi qövslər də bir-birinə bərabərdir. Yəni, AB qövsündən AC qövsü bir-birinə bərabərdir. AB 100 dərəcədir. AOB. Baxın. Bu, mərkəzi AB bucağı 100 dərəcədirsə, bizdən AOC-ni soruşur.
yaxud da COA fərqi yoxdur. COA da, yəni fikir verin, bu qövsə söykənir. Məsələn, bu qövs AMC qövsüdür, bu qövs AMB qövsüdür. Bu qövslər bir-birinə bərabərdirsə, onlara söykənən mərkəzi buzaqlar da bir-birinə nə olacaq? Bərabər olacaq. Buradan düzgün cavab olacaq Y variantı. 48-ci suala keçid alaq. 48-ci sualda AMB qövsü 152 dərəcədir. Yəni, bura 152 dərəcə olduğu verilibdir. BNC qövsü isə 80 dərəcədir. Bura 80 dərəcədir. Biz bilirik ki, tam çevrə qövsü 360 dərəcədir. Yəni, bu AC qövsünü tapmaq üçün mən 360-dan nəyə çıxmalıyım? 360-dan çıxmalıyam 152 üzərinə gəlinsin 80-i. Yəni, 360-dan çıxıram nəyi? 232-ni. Bu da mənə verir 128 dərəcə. Yaxşı, bu qövs 128 dərəcədirsə, deməli, daxil çəkmiş bucaq söykənli qövsün yarısıdır. Yəni, neçə dərəcə olacaq gənclər? 64 dərəcə olacaq. Aydını nə dedim? 49-cu suala keçid alırıq. 49-cu sualda AMB qövsü 125 dərəcədir. Bura 125 dərəcədir. ABC, bucaq ABC 30-sa, bura neçə dərəcə olacaq? 60 dərəcə. İndi baxın, bizdən BNC qövsünün dərəcə ölçüsünü soruşur. Yenə tam çevrə qövsü neçə dərəcədir? 360 dərəcədir. Ona görə mən nə etməliyəm? Yazmalıyam ki, 360 çıxılsın. 125 üstə gəl. 60. O da bizə nəyi verəcək? 175 dərəcəni verəcək. Düzgün cavab olacaq D variantı. 50-ci suala keçid alırıq. Çevrənin radiusu. Çevrə verilib gənclər. Və çevrənin radiusu verilib. Çevrənin radiusu 10-dur. Mərkəzdən 8 cm məsafədə yerləşən vətər. Bir dənə vətər çəkirəm. Bu mərkəzdən 8 cm məsafədə yerləşir. Amma radius 10-dur. Yaxşı, radius 10-dursa, biz özü mərkəzdən məsafə deyəndə, mərkəzdən vətərə perpendikulyar çəkirik. Gördüyünüz kimi, 18, Pifaqor teoreminə görə bura neçə olacaq? 6. Onda bu hissədə 6-dır. Vətərin uzunluğu nə qədər olacaq? 12 cm olacaq. Düzgün cavab olacaq A variantı. 51-ci sualı elə şəkil üzərində izah edəcəm. Gördüyünüz kimi, AE və AF toxunanlardır. B və C nöqtələrinə toxunubdur. YBD 60-dır uşaqlar. YBD neçə dərəcədir? 60 dərəcədir. Bura yazıram 60. Daha sonra BAC 50 dərəcədir. BAC, bura 50-dir. Yaxşı. Bura 50-dirsə, biz bilirik ki, AB toxunanı AC toxunanına bərabərdir. Onda bura nə qalacaq? 65 qalacaq. Bizdən hansı bucağı soruşur? FCD-ni. FCD-ni. Bax, buranı istəyir. Yaxşı. Buranı tapmaq əslində çox rahatdır. Niyə rahatdır, gənclər? Mən bu bucağı bilirəmmi? Bax, bir dənə göstərim sizə hansı bucaqdan söhbət gedir. Baxın, bu bucaq neçə dərəcədir? Bu bucaq 125, 180 çıx 125 neçə eləyəcək? 55 dərəcə. Bura 55 dərəcədirsə, gənclər. Bunun söykəndiyi qövs, CD qövsü 110-dur. CD vətəri ilə CF toxunan arasında qalan bucaqda söykəndiyi qövsün yarısıdır. Yəni, söykəndiyi qövs nədir? 110 idi. Bura olacaq yenə nə? 55 dərəcə. Düzgün cavab olacaq Y variantı. Bildiniz necə yazdıq? İkinci bir üsulla belə eləyə bilərdik. BY toxunanı ilə BD vətəri arasında qalan bucaq 60 dərəcədirsə, bura onda neçə dərəcə olacaq? 120 dərəcə. Bura 120-dirsə, burada 60-dır. Buradan açıq bucağın, yəni 180 dərəcə bərabər olmağından 65-60, bura 55 qalacaq. Yəni, eyni qaydadır, fərq eləmir. Ürəyin istəyən kimi tapa bilərsiniz. 52-ci suala baxırıq. Radiusu 6.5 cm olan çevrənin diametri 13-dür. Katetlərindən biri 5-dirsə, digər katet nə olacaq? Burada Pifaqor teoremidir. Digər katet olacaq 12. 13-ün kvadratı çıx 5-in kvadratı bizə verəcək 144, o da olacaq 12. 53-cü suala baxırıq. C nöqtəsindən mərkəzi O nöqtəsi olan çevrəyə SB toxunanı və mərkəzdən keçən siyah kəsəni çəkilmişdir. ASB 60 dərəcədir. Yaxşı, bura 60 dərəcədir. Gördüyünüz kimi. Bura 90-dır. Çünki mərkəzdən toxunma nöqtəsinə çəkilən, yəni ümumiyyətlə radius, toxunma nöqtəsinə çəkilən radius toxunan nədir? Perpendikulyardır, onu bilirsiniz. AOB-nin dərəcəsi ölçüsünü istəyir. Buranın biz 30 dərəcə olduğunu bilirik. Düzdürmü? Bura 30-dursa, AB neçə dərəcə olacaq? 150 dərəcə olacaq. 54-ə baxın, gənclər. 54-cü sualda C nöqtəsindən mərkəzi O nöqtəsi olan çevrəyə SB toxunanı və mərkəzdən keçən siyah kəsəni çəkilmişdir. ASB 70-dir. Yaxşı, bura ASB, bura 70 dərəcədir. Bura 90-dır, gənclər. Bura nə qalır? 20. Onda bu hissiyyə nə olacaq? 160 dərəcə qalacaq. Deməli, AB neçə dərəcədir? 160 dərəcədir.
55-ci suala baxın. P nöqtəsindən çevrəyə PA toxunanı və PB kəsəni çəkilmişdir. PB 12-dir. CB isə 3PC-yə bərabərdir. CB 3PC-yə bərabərdirsə, PC 3x-dir, CB x-dir. Daha doğrusu CB PC-dən 3 dəfə böyükdür. Çox üzr istəyirəm. CB PC-dən 3 dəfə böyükdür. CB 3x-dir, PC x-dir. Yaxşı. PB 12-dir. Yəni x üstə gəl 3x 12-dir. Burada mən tapıram ki, 4x 12-dir, x 3-dür. Yaxşı. Onda mən buradan yaza bilərəm ki, bu hissə 3-dür, bu hissə 9-dur. PA da x-dir. X deməyə də x demişik. Burada bir A deyirəm. Biz bilirik ki, toxunanın kvadratı kəsənlə kəsənin xarici hissəsinə bərabərdir. Onda A-nın kvadratı bərabər olacaq. 3 vurulsun 12-yə. Yəni, PC vurulsun PB-yə. Onda A kvadrat bərabərdir 36-ya. A nəyə bərabərdir gənclər? 6-ya. Yəni, PA-nın uzunluğu 6 cm-dir. Bu suala baxın gənclər. 56-cı sualda O nöqtəsi çevirən mərkəzidir. OB perpendikulyardır OD-yə. OD isə 50-dir. Yaxşı, bura 50-dir. Bura 90-dır uşaqlar. Bu qövsə 90-dır. Geriyə qalır 270 dərəcə. Yəni, tam çevrə qövsü 360 dərəcədir. Onda bura mən nə deyə bilərəm? 135 dərəcə. Yaxşı, 135 bura, 50 bura, 90 bura. Bu bucağa, OBS bucağına nə qalır onu tapmaq üçün. Deməli, 360-dan çıxırıq. Çünki 4 bucağın daxili bucaqlarının cəmi 360 dərəcədir. 90 üstə gəl, 50 üstə gəlinsin, 135-i. Buradan da yazırıq deməli, 140 üstə gəl, 135, 275. 360 çıxılsın, 275. O da bizə verir 85 dərəcəni. 57-ci suala baxırsınız. Eyni qayda ilə yenə bura 135 dərəcə olacaq. Niyə? Çünki bu hissə 90-dırsa, ümumi bura 270 qalır. BCD bucağı 270 dərəcədir, qövs söykənliyi 135 dərəcədir. Yenə bu OBS bucağını tapmaq üçün biz nə edəcəyik? 360-dan çıxacaq. 80 üstə gəl, 90 üstə gəl, 135-i. 80-90 eləyir 170, 170 üstə 135 gələndə eləyir 305, 360-dan da 305 çıxanda nə qalır? 55 dərəcə qalır. 58 nömrəli suala baxırsınız. Alfa 19 dərəcədir. Beta 47 dərəcədir. Bizdən x bucağını soruşur. Yaxşı. Biz bilirik ki, bu diametr 180 dərəcəli, yəni qövsə ayırır. 2 bərabər, yəni tam çevrə qövsünü 2 bərabər hissəyə ayırır. 180-180. Bura 19-sa gənclər, bura 38-dir. Bura 47-dirsə, bura 94 dərəcədir. Çünki daxil çəkmiş bucaqlardır. Onda mən 180-dən çıxaram nəyi? 180-dən çıxaram 94 üstə gəlinsin. 180-dən çıxaram 94 üstə gəlinsin 38-i. Bu da mənə nəyi verəcək gənclər? 180-dən çıxanda 94 üstə gəl 38-i. Deməli 132, 180 çıx, 132 bizə verəcək 48 dərəcəni. Deməli, bu hissəyə qalır 48 dərəcə. X bucağı da 48 dərəcəyə söykənmiş daxil çəkmiş bucaqdır. Deməli, X bucağının dərəcə ölçüsü olacaq 48-in yarısı, yəni 24 dərəcə. Eyni qayda ilə 59-cu suala baxırıq. Beta 49 isə bura 98 dərəcədir. Alfa 21 isə bura 42 dərəcədir. Onda X bucağını tapmaq üçün bu qövsü tapmalıyıq. Yenə diametr 2 bərabər qövsə ayırıbdır bunu. Yəni 180 dərəcə, 180 dərəcə. 180-dən çıxırıq, 98 üstə gəlinsin 42-ni. Bu bizə verir 150 dərəcəni. 180 çıx 150, 30 eləyir. Deməli, əgər bura 30 dərəcədirsə, bu bucaq olacaq 15 dərəcə. 60-cı suala baxırıq. AOB bərabər 140 dərəcə. Bura 140 dərəcədir gənclər. ASD bucağını soruşur. Bu bucağı soruşur. Yaxşı, bura onda bu qövsdə 140 dərəcədir, onda bura qalır 40 dərəcə. Çünki diametr dedik 180 dərəcəli qövs əmələ gətirir. Bura 40-sa, alfa bucağı burada, yəni ASD bucağı 40 dərəcəli qövsə söykənmiş, daxil çəkmiş bucaqdır. Deməli olacaq 20 dərəcə.